Deyirəm ki, nə gözəl rənglərdə geyinmişsiniz, deyir Aygün xanım seçib rəngləri. Ya bu bizim stilistimiz, mənim canım dostum, Ruxuçkam. Hər şeyə nəzarət eləyir. Hər şeyə qədər nəzarət edir. Süper. Gör qaqanız nə hazırlayıb. Bu qabiliyyətə baxdı. Buna baxın. Stəkanda. Hə, istedi əlinizi yandıraraq. Aygün xanım, diyeta saxlayırsınız yoxsa nə istəyirsiniz yeyirsiniz? Baxın dostlar, bayaq hazırladığım həmin o şirniyyat Belə formada qalaran denən. Belin incəliyi 60 santimetr. Bəlkə də 61 yarım. 61 yarım. Çox incədir, çox. Bilmirəm, efir biraz insanı çəkili göstərir. Adətən bizi görəndə deyirlər ki, siz nə qədər incəsiniz, efirdə çox böyük görünürsünüz. Məsələn, mənim özümə bunu deyirlər. Amma çox incəsiniz, doğrudan da, çox gözəlsiniz. Biz dünən söhbət eləyirdik. Ümumiyyətlə, bu səhnə insanı, səhnə adamı, ulduz, o hər zaman özünə fikir verməlidir. Lazım olsa əməliyyatını elətdirməlidir, lazım olsa korreksiyalar eləməlidir. Bu çox önəmlidir. Artıq hətta gəlib ona çıxıb ki, hər bir insan baxımlı. Yəni, hər bir insan baxım. Mənim həkimlərim həmvətənlərimizdir. Bəli. Çünki heç vaxt adlarını çəkmirsiniz. Bəzən çəkmirsiniz. Bəzən çəkmirsiniz, bəzən... Adlarını çəkmirəm ona görə ki, sonra basqın olur. Hər kəs fotolarla gəlir.